Salamlar. Bugün gəlin birlikdə uşaq həyatının çox vacib bir mərhələsinə səyahət edək. Söhbət 7-13 yaş arası dövrdən, yəni onların bütün gələcəyinin təməlinin atıldığı o qiymətli məktəb illərindən gedir. Gəlin bu mövzunu anlamaq üçün Doktor Hülaküinin bu möhtəşəm metaforasını özümüzə bələdçi götürək. Təsəvvür edin ki, uşaq tərbiyəsi bir ev tikmək kimidir. Bu evin təməli, yəni döşəməsi sevgidir. Tavanı isə nizam-intizamdır. Bəs divarlar? Bax, o 4 divar təhsildir. Biz də bugün o 4 divarı bir-bir necə hörmək lazım olduğundan danışacaq. Deməli, planımız belədir. Əvvəlcə bu yaş dövrünün əsas psixoloji məsələsini anlayacağıq, sonra isə o 4 möhkəm divarı, elm, incəsənət, idman və dostluğu bir-bir tikəcəyik ki, yekunda səriştəli və özünə güvənən bir övlad yetişdirə bilək. Yaxşı, məktəb illəri. Bu dövrün mərkəzində əslində böyük bir tarazlıq axtarışı dayanır. Uşaq ya özünü bacarıqlı, işə yarayan, çalışqan hiss edəcək, ya da əksinə, davamlı bir yetərsizlik hissi ilə mübarizə aparacaq. Bax, gələcəkdəki özgüvənin toxumları məhz burada səpilir. Deməli, məsələ budur. Məktəbdə həll etdiyi bir riyaziyyat məsələsi, komanda oyunundakı uğurlu ötürməsi, çəkdiyi bir rəsm, bunların hər biri onu mən bacarıram tərəfinə çəkir. Amma digər tərəfdən, uğursuzluq və ya tənqid onu mən bacarıqsızam hissinə sürükləyə bilər. Bu, hər gün, hər an baş verən bir daxili mübarizədir. Yaxşı, gəlin evimizin ilk divarını ucaltmağa başlayaq. Bu divar elm və məntiqdir. Və bu, uşağın dünyaya baxışında baş verən, sözün əsl mənasında inqilabi bir dəyişiklikdir. Bilirsiniz, bu inanılmaz bir keçiddir. 7 yaşına qədər uşaqlar üçün dünya səhrili bir yerdir. Onlar, ay məni izləyir deyə düşünə bilərlər, çünki elə hiss edirlər. Amma 7 yaşından sonra beyinlərində sanki bir düymə basılır. Artıq hisslər yox, məntiq və sübutlar ön plana çıxır. Niyə və necə sualları onların əsas alətinə çevrilir. Baxın, bu yeni zehni alətlər özünü gündəlik həyatda necə göstərir? Artıq onlar başa düşürlər ki, bir stakandakı suyu daha hündür, amma dar bir stakana tökəndə suyun miqdarı dəyişmir. Görüncü aldadıcı ola bilər, amma məntiq deyir ki, miqdar eynidir. Və ya anlayırlar ki, günəş onlar üçün doğub batmır. Bu, abstrakt düşüncəyə atılan ilk böyük addımdır. Gəlin indi ikinci divarımızı tikək. Bu divar övladımızın yaradıcılığını, ruhunu və emosional dünyasını qidalandırır. Bu, incəsənət divarıdır. Doktor Hülaküinin bu sözü çox dərindir. Deyir ki, təbiətdə çox gözəl mənzərələr var, amma insanın sıfırdan yaratdığı musiqi kimi bir şey yoxdur. Musiqi bizim hisslərimizin saf ifadəsidir. Ona görə də o, bütün sənət növlərinin təməlində dayanır. Yəni, incəsənət sadəcə bir hobbi deyil, əsla. O, uşağın məntiqlə dolu beyni ilə, emosiyalarla dolu qəlbi arasında körpü yaradır. Rəsm çəkmək, bir musiqi alətində ifa etmək, bütün bunlar həm uşağı sakitləşdirir, həm də onun yaradıcılığını, zəkasını inkişaf etdirir. Bu, uşağın özünü sözlərlə ifadə edə bilmədiklərini, rənglərlə, notlarla ifadə etməsi üçün bir yoldur. Üçüncü divarımız idmandır. Amma bu, sadəcə qaçıb oynamaqdan, fiziki sağlamlıqdan qat-qat artıq bir şeydir. Baxın, bu çox güclü bir yanaşmadır. Yəni idman, riyaziyyatdan və ya ədəbiyyatdan daha az vacib deyil. O, təhsilin ayrılmaz, əsas tərkib hissəsidir. Gəlin bu diaqrama diqqətlə baxaq. Məqsəd nədir? Qələbə? Xeyr, o cəmi 5%dir. Əsas məsələ uşağın sadəcə iştirak etməsidir. 50% və bu prosesdən zövq almasıdır. 30%. Məqsəd peşəkar atletlər yetişdirmək deyil, uşaqlara hərəkətdən həzz almağı, bir komandanın parçası olmağı və sağlam vərdişləri bütün ömürləri boyu davam etdirməyi öyrətməkdir. Və nəhayət, gəldik 4-cü divara. Bəlkə də ən mürəkkəb, ən həssas divar budur, dostluq. Çünki burada söhbət mürəkkəb sosial münasibətlər dünyasından gedir. Bilirsiniz, yaxşı dostluqlar elə-belə yaranmır. Onların da öz qaydaları var. Məsələn, oyunda uduzanda səbirli olmaq, öz oyuncağını başqası ilə paylaşmaq, növbə gözləmək, başqasının fikrinə hörmət etmək. Bunlar sadəcə yaxşı uşaq olmaq deyil. Bunlar öyrənilməsi vacib olan çox konkret sosial bacarıqlardır. Və bu bacarıqlar uşağın xoşbəxtliyi üçün həyati əhəmiyyət daşıyır. Bəs sizin, yəni valideynin rolu nədən ibarətdir? Siz sadəcə kənardan seyirci olmamalısınız. Əslində sizin rolunuz bir məşqçininkinə bənzəyir. Gəlin baxaq, bu sosial bacarıqları onlara necə aşılaya bilərsiniz.
Əsas məqam budur. Onların yerinə problemlərini həll etməyin. Onlara bu problemləri özlərinin həll etməsi üçün yol göstərin. Onları ədalətli olmağa, bəzən güzəştə getməyə və bir qrupda hər kəsin söz haqqı olduğunu anlamağa həvəsləndirin. Bax, bu, onların sosial zəkasını inkişaf etdirən ən yaxşı yoldur. Beləliklə, 4 divarımız da hazırdır. İndi gəlin bir addım geri çəkilək və bu 4 divarın birləşərək necə güclü, hər tərəfli və səriştəli bir uşaq formalaşdırdığına baxaq. Bu cədvəl əslində hər şeyi çox gözəl ümumiləşdirir. Siz bu evin memarısınız. Sizin vəzifəniz təməli, yəni şərtsiz sevgini təmin etmək, tavanı, yəni aydın qaydaları və nizam-intizamı qurmaqdır. Eyni zamanda elm, incəsənət, idman və dostluq divarlarını tikmək üçün övladınıza imkanlar yaratmalı və bu yolda məktəblə sıx əməkdaşlıq etməlisiniz. Unutmayın, övladınızın bütün gələcək həyatına dayaq olacaq bu möhkəm səriştə evini tikmək üçün cəmi bircə şansı 7 yaşından 13 yaşına qədər davam edən o qızıl dövrü var. Bu 4 divara fokuslanmaqla siz əslində sadəcə onun ev tapşırığına kömək etmiş və ya idman dərnəyinə yazdırmış olmursunuz. Siz onun gələcəyini, onun şəxsiyyət evini inşa edirsiniz.